Quran haqqında olan etiqadımız, əqidəmiz budur ki, Qurani-Kərim sonuncu peyğəmbər Həzrəti Muhammed sallallahu əleyhi və alihi və səlləmə Allah Teala tərəfindən 23 il ərzində vəhiy mələyi olan Cəbrail əleyhissalam vasitəsilə nazil olmuşdur. Quranın nazil olma hədəfinə gəlincə, məqsədinə gəlincə, Quranın hədəflərindən biri budur ki, insanları bütpərəstlikdən, şirkdən tək Allahlığa dəvət etmək. Digər hədəflərinə baxdıqda gözəl işlərə dəvət, pis işlərdən çəkinmək, cəmiyyətdə haqqın, ədalətin bərqərar olunması, insanlara doğru yolu göstərmək, bu cür işlər üçün Qurani-Kərimi Allah peyğəmbərə nazil edib. Yəni cəmiyyəti nizamlamaq üçün, cəmiyyətdə nizam-intizam qaydalarının bərpa olunması üçün Allah Qurani peyğəmbərə nazil etmişdir. Quranın nazil olma tarixinə gəldikdə isə milad tarixi ilə 610-cu ildə Rəcəb ayının 27-sinə təsadüf edir və bu gün məhz sonuncu peyğəmbərin də peyğəmbərliyinin başlandığı gündür. İslam tarixində bu günə Məbəs günü, Be'sət günü də adlandırırlar. Yəni peyğəmbərin peyğəmbərliyə başladığı gün. Məhz Qurani-Kərimin ilk nazil olan 5 ayəsi, yəni Ələq surəsinin 1-ci, 5-ci ayələri də Rəcəb ayının 27-si peyğəmbərə Hira mağarasında nazil olmuşdur.